Salam uşaqlar. Bugün sizə 9-cu sinif buraxılış imtahanlarında 02, 07 və 2020-ci il tarixli imtahan suallarına baxış keçirdəcəyik. Deməli, suallar bu şəkildədir və bu şəkildədir. PDF-lərdən də buradan da saxlayıb baxa bilərsiniz. Keçək həllərə. Deməli, birinci sualımız belədir. Deyir 2 dondurma, 5 dondurma 2 manat olarsa, 10 dondurmamız neçə manatdır? 5x bərabərdir 20, x bərabərdir 4 manat. Deməli, 2 dəfə artıbsa, 2 dəfə artdı. Sadə bir sual idi. 9-cu sinifin əvvəlki illəri sadə olurdu. İndi biraz qismən düşündürücü suallarımız da mövcuddur. Kvadrat tənliyi verir. Kökləri x1, x2 deyir. x1 vurulsun, x2 bölünsün, x1 plus x2 soruşur. Bilirik ki, Viet'ə görə çevrilmiş kvadrat tənliyi, yəni əmsalı 1-ə bərabər olan tənliklərdə. x1 plus x2, yəni cəm ikinci əmsalın əks işarəsinə, yəni 5-ə. Hasili isə üçüncü, yəni sərbə səttə bərabərdir. -20. Cavabımız olacaq -4. Növbəti sualımız funksiya sualıdır. f(x) bərabərdir 5x plus 2. f(3)ü soruşur. X-in yerində nə verib? 3 verib. Biz də yerinə qoyacaq. 3 üstə 2. 15 üstə 2, 17 olmuş olacaq. 4-də çevrəyə aid olanları seçin deyir. Bizə verib vətər, diametr, hündürlük, median. Təbii ki, vətər ilə diametri götürəcəyik. Belə, 5-ci sual. Deyir ki, bir boru hovuzu 6 saatda doldurur. Digəri isə 7 saata boşaldır. Bu doldurur, bu boşaldır. Eyni zamanda işləyərlərsə neçə saata dolar? 6 saata doldurursa 6-da 1-in 1 saata doldurar. Bu isə 7-də 1-in boşaldar. Boşaltdığına görə minus. 7, 6, 42-də 1. Deməli, 42 saata tam şəkildə doldurmuş olar. Növbəti sualımız yenə sadə bir sualdır. Deyir, iki oxşar üçbucağın tərəflərin nisbəti, yəni A1-in A2-yə nisbəti 6 bölünsün 7-dir. Yəni K-nı verib. Perimetrlərin nisbətini soruşur. Perimetrlərin nisbətdə K olduğuna görə 6 bölünsün 7 olmuş olacaq. Növbəti sualımız 7-cidir. 2A çıxılsın 3B bərabərdir 1. 3A üstə gəlsin B bərabərdir 18 olarsa A vurulsun B-ni tapın. Mən də nə edirəm? Hər tərəfi 3-ə vururam. 2A çıxılsın 3B bərabər 1. 9A üstə gəlsin 3B bərabərdir 54. Getdi 11 A bərabər 55. A bərabər 5. A-nı tapdıq. Nə edirəm? Aparıb yerinə qoyuram. 15-in üstünə neçə gələndə 18 idi? 3. Deməli, B-ni də tapdım neçə? 3. Hasilə soruşurdusa 15 etmiş olacaq. Növbəti sualımız 8-cidir. 40 üstündə 3-də 1 vurulsun. 5 üstündə 3-də 2 verib. Bizə deyir, ifadəsinin qiymətini hesabla. Mən də nə edirəm? 3-cü dərəcə deyildi. Yazıram 3-cü dərəcədən 40 vurulsun. 3-cü dərəcə deyildi. Amma 5-in kvadratı idi. 5-in kvadratı necədir? Məncə də 25. 40-ı 25-ə vuranda eləyir 1000. Yəni, onun kubu. Bu da 3 deyildi. 3-lər gedir. Cavab neçə qalır? 10 qalır. Belə. Növbəti sual. İlk 20 ədəd içərisindən təsadüfən seçilmiş birinin sadə olmaq. Gəlin sadə ədədləri yazaq. 2, 3, 5, 7, 11, 13, 17 və 19. Ədədimiz neçədən idi? 20. Yəni, mümkün halın sayı 20. Bizə əlverişli olan halın sayı neçədir? 8 dənə. 10-da 4. 0, 10-da 4. Bu formada olacaq. Növbəti sualımız kök altında 43. Hansı iki ədədin arasında yerləşir? 43-dən kiçik 36-ın var. 43-dən böyük 49-un var. 36, 6, 49 isə 7-dir. Deməli, bu ədəd 6 ilə 7-nin arasında yerləşmiş olacaq. Növbəti sualımız
Deməli, rombun diaqonallarını verib. D1 bərabər 12, D2 bərabərdir 15 verib. Deyir, rombun sahəsini tapın. Sahə düsturumuz D1, D2 bölünsün 2. Yəni 15 vurulsun 12 bölünsün 2. İxtisar getsə 6, cavabımız eləyəcək 90. Bu qədər. Növbəti sualımız 12-cidir. Deyir, sahəsi 81 pi olan dairənin diametrini tapın. Bilirik ki, pi r kvadratı ya da pi d kvadrat bölünsün 4-dür. Mən pi r kvadratla gedirəm ki, başımızı çox da qarışdırmayaq. R bərabər 9, diametrdə radiusun 2 qatıdır, yəni 18. Beləm. Növbəti sualımız qəşəng bir dənə böyük çoxluq məsələsidir. Amma böyüklüyünə baxmayın, sadə bir şeydir. 10, 12, 17. B'də 2, 5, 6, 8, 10, 12, 20, 24, 27. C'də isə 1, 3, 7, 17, 19, 23, 19'dur bu, 26'dır. Bizə deyir, A'da olub, B'də olmayan və ya C ilə kəsişən ədədlərin sayını tap. Sırayla getdik. A'da olsun, B'də olmasın. Deməli, 2-nin üstündən bir xət çəkdik. B'də var. Baxırıq, 3 yoxdur, 4 yoxdur, 7 yoxdur, 8 var, bir xət, 10 var, bir xət, 12 var, bir xət, 17 yoxdur. Deməli, mənim qaldı 3'üm, 4'üm, 7'im, 17'im. Bundan deyir, C'nin kəsişməsi, yəni ikisində də olan. Baxıram, 3 ikisində də var. 7 ikisində də var, 17 də ikisində də var. Yəni 3 dənə ədədim var. Beləm. Növbəti sualımızda nə deyir? Deyir ki, nəmliyi 40% olan 150 tonluq ağac qurudulduqda 100 ton olur. Qurudulmuş ağacın nəmliyi nə qədərdir? Gəlin baxaq. 150'nin nəmi əgər 40% isə bizdə qalır 60% əsl. İxtisar getdim 90. Yaxşı. Mən 100 almalıydım, 90 almışam. Neçə faiz nəmlik qaldı? 10% nəmliyim qaldı içində. Növbəti sual 15-cidir. 15-ci sualda nə deyir bizə? 8x'in kvadratı çıxılsın 8y-in kvadratı bölünsün x minus y. Müxtəsər forma düsturundan istifadə edirəm. X minus y. Getdi 8, x plus y qaldı cavabda. Növbəti sual. Deyir ki, düz bucaq təpəsindən çıxan şua onu 4-5 nisbətində 2 bucağa düz bucaq, düz 3 bucaq çəkmişəm mən. 2 yerə bölür. 4x, 5x. 9x bərabərdir 90, x bərabərdir 10. Deməli, 50 ilə 40'a bölmüş oldu. Növbəti sual 17-cidir. 17-ci sualda nə deyir bizə? Deyir, a kvadrat çıxılsın 25, bölünsün a kvadrat üstə 10a üstə 25 bölmək a minus 5, a plus 5. Müxtəsər forma düsturundan istifadə edirəm. A minus 5, a plus 5. Bu da kvadrat. A plus 5'in kvadratıdır. Bölmə tərsinə vurmaq kimi yazılacaq. İslahlar gedir, minuslar getdi. Plusun biri bunu apardı, özü də bunu apardı. Cavab qaldı 1. Belə. Növbəti sualımız 18-cidir. 18'də hesablama verib. Verib ki, 2,8 vurulsun 2 üstə gəlinsin 2,9'un kvadratı çıxılsın 2,5'in kvadratı. 2,8'i 2'yə vuranda eləyəcək 5,6 üstünə 2,9'u gələndə eləyəcək 8,5. 8,5'in kvadratı çıxılsın 2,5'in kvadratı. Müxtəsərdən gedəcəm. 8,5 çıxılsın 2,5. 8,5 üstə gəlsə 2,5. Çıxdıq 6 elədi. Topladıq 11 elədi. 66. Əslində kvadratları da bilinir. Amma yenə də 72, 25, 6, 25. Çıxanda yenə 66 qalır. Amma yenə də böyük rəqəm olanda qarışdırmaq olur. 19 sual belədir. 4x minus 1 bərabər 29 olarsa tənliyi həll edin.
4x bərabər 30, x bərabərdir 7,5. Sadə suallardan biri. 20. Uşaqların ən çox çaşdığı trapesiya oxşarlığı. Deyir ki, bir trapesiya vermişəm. Özü verir trapesiyanı. Diaqonalını verir buradan bizə qəşəng. Sonra bizə deyir ki, ACD bu bucaq bərabərdir ABC'yə bu bucağa. Biz ikinci bucağı, yəni deyirik ki, daxili çarpaz bucaqlar. Bax, yazırıq onu. Daxili çarpaz bucaq olduğuna görə bu bucaqla bu bucaq bir-birinə bərabər. Buna A yazsaq, bunlara da yazırıq B. Üçbucağın üçüncü bucağı C adlandırılanda, bu da məcburən C olmalıdır ki, cəmlər 180 versin. Və bizə nə verib? BC-ni verib 8, AD-ni verib 18. Buranı soruşur. Yazıram A, yazıram B, yazıram C. A-nın qabağı x, B-nin qabağını bilmirəm, amma C-nin qabağını bilirəm 8. A-nın qabağı 18, C-nin qabağı nədir? X. Yəni, x kvadrat bərabər 8 vurulsun 18. 144, 144 də 12-nin kvadratıdır. Mənfi də götürmüyorlar, amma kənar köklü də onunla nə işim var mənim? Növbəti sualımız gəlir 21-ci. Deyir 11-də 5 ədədini dövrü onlu kəsir şəklində göstər. Əslində rahat 9-a vurub, 99-da 45 yazıb, 0 dövrdə 45 yazmaq olar. Amma tutaq ki, bilmirik. 5-i bölürsüz 11-ə. 5-in içində 11 yoxdur, 0. 50-in içində 11 4 dəfə. 44. Getdi nə? 6. 60-ın içində neçə dəfədir? 5 dəfə. 55. Yenə nə gəldi? 4. Daha doğrusu 50. Neçə dəfə? 4 dəfə. Yenə 44. Yenə 60. Yenə 5. 45, 45, 45. Yəni 45 dövr eləyir. Bu formada da yaza bilərsiniz. 22-də 16 çıxılsın 44y böyükdür y plus 1. Bərabərsizliyi həll edin. Mənfi 44y çıxılsın y böyükdür 1 çıxılsın 16. Mənfi 45y böyükdür mənfi 15. Y kiçikdir 45-də 15. Yəni y kiçikdir 3-də 1-də. Mənfi sonsuzluqdan 3-də 1-ə qədər. Çünki niyə? 3-də 1-dən bu tərəfə gedir. Belə. Növbəti sualımız üçbucağın daxili bucaqları deyir 3, 5, 7 nisbətində bölünmüşdür. Yazıram 3K üstə gəlinsin, 5K üstə gəlinsin, 7K bərabərdir 180. 15K bərabərdir 180-ə, K bərabərdir 12-yə. Tapdıq 12. Deyir böyük bucağı tapın. 7 vurulsun 12, o da edir 84. Bu formada qutaracaq. Növbəti sual. 73 ədədini hansı ədədə bölmək lazımdır ki, qismət böləndən 3 vahid böyük. Qalıqı isə böləndən 4 vahid kiçik olsun. Onda yazaram A vurulsun A plus 3 üstə gəlsin A minus 4 bərabər 73. A kvadrat üstə 3A üstə A bərabər 77. A kvadrat üstə gəlsin 4A çıxılsın 77 bərabər 0. Diskriminantı həll eləsək 16 üstə gəlsin 4 vurulsun 77 filan bəs məkan. Mən V-lə gedəcəm. X1 bərabər 7, X2 bərabərdir mənfi 11. Həqiqətən də hasilləri 77, mənfi, cəmi də mənfi 4. Yəni əks işarəni. Təbii ki, mənfiyə bölmə olmadığına görə 7-ni götürmüş oluruq. Növbəti sualımız vurğularına ayırmadır. 11x-in kvadratı üstə gəlsin 11y-in kvadratı üstə gəlsin 22xy. Biz 11-i çıxartdıq mötərizə xaricinə. X kvadrat üstə y kvadrat üstə 2xy. Nəsə tanış gəldi, görürəm gülürsüz. X plus y-in kvadratı vurulsun 11. Bu formada olacaq. Növbəti sualımız yenə üçbucaqdır. Üçbucaq deyir bərabər yanlıdır. Bir tərəfi 8-dir, bir tərəfi 17-dir. 8 yazıb 17 yazanlar. Fikirləşin ki, üçbucaq bərabərsizliyi var. A bərabər B minus C, B plus C. Yaxşı, 17-yi ortada götürsəm, 2 dənə 8 plus 8 necə böyük ola bilər? 16. Qətiyyən olmaz. Deməli, biz 17, 8 götürməliyik.
Yəni cavab 34 plus 8 42 etmiş olacaq. Növbəti sualımız məsələdir. Bilik yarışında 22 oğlan var. 22 oğlan. 18 qızımız var. Bizə deyir ki, oğlan və qızların yarışda topladığı balların ədədi ortası 25-dən 30-dur. Bunlar 25 bal toplayıblar, bunlar 30. Oğlanların neçə bal topladığını bilmirəm. Amma bilirəm 22 nəfər idilər, ümumilikdə 25 bal toplamışdılar. Deməli, A bərabərdir 550. Qızların neçə bal topladığını bilmirəm. Amma bilirəm sayları 18-dir, topladıqları bal 30-dur. Deməli, B də bərabərdir 540-a. Deyir, indi bu balları ortaya qoydum. 550 üstə 540. Böldüm qəşəngcənə bunların sayına. Say neçədəndir? 40 dənə. Olur nə? Sıfırlarını aparaq, qəşəng. 9, 109 bölünsün 4. O da eləyir neçə? Bugün hesablayaram hər halda. 2, 29-un içində 7, 25. 27, 25. Belə. Növbəti sual 28-cidir. Yenə bir dənə çevrə verib. Toxunan verib, kəsən verib. A verib, B verib, C verib, D verib. AC-ni 4 verib, CD-ni 5 verib. Buranı soruşur. Toxunanın kvadratı bərabərdir qıraqda qalan hissənin bütöv hissəyə. Yəni 4 plus 5-ə. 4 vur 9 bərabər x kvadrat 36-dır. X da bərabərdir 6-dır. Bu qədər. Növbəti sualımız 29-cudur. 29-cu sualda nə deyir? Qəşəng bir dənə belə bir şey verib, belə verib, bura 5x verib, bura 2x plus 36 verib və bizə deyir ki, tənbölənə. Yaxşı, tənbölənsən lap yaxşı. Deməli, bunlar bir-birinə bərabərdir. 5x bərabərdir 2x plus 36, 3x bərabər 36, x bərabərdir 12. Bizdən x-i soruşur, tapdım ki, 12-dir. Növbəti sualımız. Deyir, mərkəzi 1, 5, nöqtəsi də, deməli, B nöqtəsi də 1, 7 olar isə, mərkəzi buradan B nöqtəsindən keçən bir dənə çevrəni mənə qur. Mən deyirəm, yaxşı, qurum. M nöqtəsidir, bu silək. Buradan keçən nöqtə tap. Yaxşı, bunların arasındakı məsafəyə radius deyəcəyik. Məsafə düsturunda yazıram. x2 çıxılsın x1, 1 çıxılsın 1-in kvadratı. Üstə 7 çıxılsın 5-in kvadratı. 0, 2 kvadratı 4, ondan da çıxır 2. Deməli, radiusumuz 2 imiş. Düsturumuz da nə idi? X minus 1-in kvadratı üstə gəlinsin. Y minus 5-in kvadratı bərabərdir r-in kvadratı, yəni 4. Çevrənin tənliyi bu formada olacaq. Sualımız bitdi. Sağ olun, salamat qalın.